Anlılar. Xərçəng xəstəliyi yoxdur. Bu sadəcə biznesdir. Xərçəngin müalicəsi çoxdan tapılıb. Bu sadəcə B17 vitamininin çatışmazlığıdır. Amerika tibb alimi həkim Harold Mennerin gözlənilməz açıqlamasının bir hissəsini təqdim edirik. Həkim yazır: Yadınıza salın ki, keçmiş zamanlarda dənizçilər Sinqa adlı xəstəlikdən necə əziyyət çəkirdilər. Çoxları bundan həlak olurdu və kimlər isə bu xəstəlikdən daimi gəlir əldə edirdi. Sonradan Sinqanın sadəcə C vitamini çatışmazlığından yarandığı bilindi. Xərçəng də bunun kimi bir şeydir. Müstəmləkəçilər və insanlıq düşmənləri bütöv bir xərçəng sənayesi qondarıblar və pulu kürəklə yığırlar. Onkologiya sənayesi 2-ci Dünya müharibəsindən sonra inkişaf etməyə başlayıb. Halbuki xərçənglə mübarizə üçün heç bir prosedurlar, müalicə kursları və xərclər lazım deyil. Bütün bunlar müstəmləkəçi və sümürgəçilərin ciblərini doldurmaq vasitələridir. Ona görə ki, xərçəngin müalicəsi lap çoxdan tapılıb. Xərçəngin profilaktika və müalicəsi üçün sadəcə bunları bilmək və etmək lazımdır. Xərçəng öncə dediyimiz kimi yalnız B17 vitamininin çatışmazlığı olduğundan onun qarşısını almaq üçün gündə 15-20 ərik çəyirdəyinin içini yemək kifayətdir. Buğda düzərtilərini yeyin. Bu düzərtilər xərçəngin möcüzəvi dərmanıdır. Bu, maya oksigenin və laetrilin ən yaxşı mənbəyidir. Laetril isə xərçəngə qarşı olan maddələrin ən güclüsüdür. Həmin maddə alma tumlarında olur və B17, amigdalin vitamininin cövhərindən ibarətdir. Xərçəngin müalicəsi zamanı laetrilinin effektivliyi 90%'dir. İndi isə B17 vitamininin mənbəyi olan meyvə, tərəvəz və taxılları sadalayaq. Meyvələrin çəyirdək və ya toxumları. Bunlar təbiətdə B17'nin ən yüksək daşıyıcılarındandır. Buraya əsasən alma, ərik, şaftalı, armud, gilas, gilanar və qara cavalı çəyirdəkləri aiddir. Paxlalılar və taxıllar, o cümlədən lobya və mərciməyin düzərtiləri, ay şəkilli lobya və noxud. Qozlar, xüsusən acı badam, təbiətdə B17 vitamininin ən zəngin mənbəyidir və Hind badamı. Gilə meyvələr, tum bütün növləri, mərsin, moruq və çiyələk. Tumlar, küncüt və kətan toxumu. Yarmalar, vələmir, yulaf, bozdüyü, buğda, darı, kətan və çovdar. B17 vitamini həmçinin maya otu mayasında, xam düyü, boranı, çalış, gəndalaş, böyürtkəndə də var.